My baby told me with a sigh. Saat dərsimiz olmadığı üçün, daha doğrusu müəllimin işi çıxdı və gəlmədiyi üçün ikinci saatda dərs və kollegium həftəsidir bu həftə. Bizə poğaça pişirəm. Eniştekinleri buyurun. Buyurun. Bu da benim. Teşekkürler. Enişteye salam. Enişteye sağ ol. Ne? Ha, bu sana. Bu da Ferdi. Sonra bir şikayet için ben düşünüyorum. Bir dakika. İstemiyorum. Sen Allah. Süper dedin. Esideri ya. Yani baş öğretimler 19-19 büfeti buradır. Ve ilk dəfədir ki, yani siz bu büfeti ilk ve son dəfə belə boş görə bilərsiniz. Düz deyirəm Fərdə. Büfetdən buranın orada yeməkxana kimi yer var. Yani burada daha çok o arxa, daha çok şiriniyat, çay falandır. Ama burada yeməklər, belə qazan yeməkləri falan, ne bileyim dönər, her şey var. Burada göstərmişəm. Turu bitmişti bu kadar dostlar. Sabah kale kuruldu. Eksperimentaldan. Ha, eksperimental var sabah. Neden ya? Ben bir şans olsun ne hakkında? İrem'de okurken de. Aşağıda niye bilmiyorum? Biz siz ne yapıyorsunuz? Bu normal seviye. Bu normal seviye. Bu şey böyle kaygılı. Olar. Telefona bakmam. Enerjisine bakın bunu. Kollegium yerde saxlayıb Qarabağın oyununa baxıram. İnşallah müəllim ilk 11'i soruşar deyə ümid eləyərək. Nezaret etməlidir. İkincisi,
Bit yiyeceğim. Paylaşacağım. ABC'dir. ABC'dir. Başlayır Kalekum. Soruştum ben hamıdan. Çok korkuyorum. Çok narahatam ben. Hazırsınız Kalekum'a? Suratsız. Mimiyetsiz. Kör değilim ben Faruk efendi, kör değilim. Kör değilim ben Faruk Efendi, kör değilim. Kalekum necə kestin? 5 aldım. Az. Onu demirəm. 8 aldım. Sosial pedagogika. 10 aldım ben, 10 aldım. Ben 10 yazmadım. Sonra eksperimental 80 almışam. Tamam mı? Hamısı düzdür. Bir dənə bir sual səhvdir. Bir də burada 5 bal eksik. Hesabdan partlayıram. Heçdən artıq çatıra bilməm heçdən. Yəni könüllüyün işi ilə, universitetin işi ilə, stav, heç nəyə artıq çatıra bilmirəm. Yəni kollegiyalar, sərbəst işlər. Neyse. Sərbəst işləri çıxartmaq sevsəkləmişim. Bugün dəhşət bir yolcu günüydü. Yəni bugün ancaq qaça-qaçda keçirmişəm. İndi evə gedirəm. Nəhayət. Aleykuma hazırlıq sosial psixologiya. Acilden kaçacak yer tutma. Kaosa gelirik dostlar, derse yok. Kaosa gelirik. Kaos dedim, telefon düşürdü. Uzak tepkiye çok uygun olmadığı için oyun terapisi onlar için oldukça kullanışlı. Çocuklar Şimdi gündən hər kəsə salamlar. Deməli, bugün əslində bizim dərsimiz yoxdur, amma psixoanalizin kollegiumunu bugünə saldığımız üçün dünən idi. Amma dünən iki dərsin kollegiumu yəni 2 dənə olacaqdı kollegium, ona görə bugünə saldıq. İndi ona gedirəm. Və kollegiumdan çıxandan sonra qızlarımla 28-ə getməyi planlaşdırmışıq. Çünki bu həftənin ağırlığını və stresini ancaq alış-veriş etməklə atmaq olar deyə bir qərar vermişik. Həsən, indi gedirik. Biz bu gəlmişik indi, güya təkrar edirik. Yəni vərəqlər qarşımıza qoyub söhbət edirik, amma vicdanımız rahatdır. Çünki vərəqlər buradadır. Tez olma tez olun. Az tam gelmiş. Bu ne? Senin dedi kollegium verəcəyik. Hazırlaşdım təbii ki. Yəni bugün aldığım ən gözəl məsələ ola bilərdi. Tez hazırlaşdım, indi gedim kargomu götürməyə və axşam da sizə kargo açım videosu çəkməyi düşünürəm. Düzdür, bu universitet həftəlik blokdur, amma niyə də kargo açım videosu olmasın? Yəni heç açmamışam və çox səbirsizlənirəm artıq açmaq üçün. Ona görə indi başlayaq açmağa. Ən çox 2 dənə çanta vurmuşdum. Onları çox merak edirəm. Yəni ən çox elə bunu ona görə gözləyirdim. Daha ilk ne verəcək? İlk abadok vurmuştum belə.
3 dənədir, 3 dənə olmalı. Belə, belə. Biri belə, necə deyim, qatlı. Biri də belə mirvari. Mənim mirvari bir sepim var. Bir də mirvari sırğam yoxdur, amma sepim var. Onunla çox qəşəng olacağını düşünmüşdüm. Bu nədir? Hə, bu saatdır. Baxın, belədir. Baxın. Sonra bu nədir? Hə, şey, qalstukdur bu. Dəqiqə, bu necə? Bunun burası necə olur? Dəqiqə. A few moments later. Köynəklərlə çox qəşəng kombinləyəcəyimi düşünürəm. Bu kəmərdir, belə ulduzlu kəmərdir. Görmüşsünüz yəqin ki, belə bir də açın göstərim, izah edə bilməm. Belə, mən ulduzu çox sevirəm. Yəni, ulduz detaylı hər şeyi çox sevirəm. Yəni, çox sevirəm. Qısaca çox sevirəm. Baxın, belə. Yəni, bu, məsələn, elə şalvarlarım var ki, məndə onların tokka yeri yoxdur. Amma bunu, məsələn, üstdən elmək və ya yubqalarda belə bunun üstündən keçirdib kombinləmək çox qəşəngdir. Buna hələ ki 10 verirəm. Hə, bu saç sosisi deyirlər. Azərbaycanca nədir onu bilmədim. Belə. Çox qəşəngdir belə. Elə belə tutub saçı buna vurub sonra belə yatırsan və səhər qəşəng dalğalar alınır. Ümid eləyirəm ki, məndə də işə yarayar bu. Yəni qəşəng buruqlar eləyər. Sonra növbəti keçək. Fırça dəsti. Bunu da çox gözləmişdim. Yəni, baxın belə. İnşallah keyfiyyətli olar. Belə hamısını tək-tək çeynəyiblər. Yəni, qabaşdırma əladır. Yenə toxunmuş baxacaq. Yumuşaqdır və keyfiyyətlidir. Bəyəndim bu. Hə, bu şeydir. Buna mamam biraz əsəbləşəcək, amma bir dəqiqə birini göstərim mən sizə. Bu belə buruna piercing olur, taxırlar. Mən bunu çox xoşum gəlir. Yəni, belə vibe'ını çox sevirəm. Amma mamam təbii ki, icazə vermir. Bir dənə taxım, gəlim. Belə. Üzüm çox pis səpəvi. Belə oldu. Hə, bu şeydir. Bunu da inşallah ki, qəşəng gələr. Yəni, keyfiyyətli bir şey olar. Bu elə bir ki, 2 dənə sepdir. Amma ayrı-ayrıdır. Belə, bu yay çox məşhur olan yel sepləri var idi. Bunun bağlanan yeri hardandır? Bir dəqiqə. Bağlanan yeri yoxdur bunun. Hə, var imiş, qorxdum. Belə, elə bir ki, bu yayda da çox qəşəkdir. Amma məncə qışda da boğazlı koftaların ya da basic koftaların üstünə çox qəşək olacağını düşünürəm. Çox qəşəkdir. Yəni, və keyfiyyətli bir şeyə oxşuyur. Yəni, ümid edirəm qaralmaz. Halqa sırğalarım. Mən halqa sırğa çox sevirəm. Ümumiyyətlə, sırğaları çox sevirəm. Yəni, bijuteriyanın hamısını sevirəm. Birini də taxacam. Hə, bu şeydir. Üzü yuyanda belə pıtırlarla tam qəşəng təmizləmək üçün. Nə deyirlər buna? Rezin bir şey. Sonra... Bu şeydir. Mən psixologiya tələbəsi olduğum üçün
psixologiyanın emblemidir, logosu yəni. Bunu belə pencəklərin, baxın, pencəyin yaxasına falan vurmaq üçün. Çox qəşəngdir. Çox bəyəndim. İnşallah bunu bir gün həqiqətən psixolog olanda heç yaxamdan çıxartmaram. İnşallah. İndi keçirik əsas məsələyə. Yəni çantalarıma. Ay, bayağı böyükdür. Dostlar. Ayda videoda çox effekt, çox pis düşür, amma belə özü zamaklı olmalı və böyük olmalı. Bir də bu belə də olur. Əlavə olaraq bunlar belə yığılıb belə rüqzak kimi də olur. Yəni çox qəşəngdir. Dostlar, mən bayaqdan otağın işığını yandırmadan çəkmişəm və video çox keyfiyyətsiz oldu. Əminəm ki, yəni çox çünki bulanıq görünürdü buradan. Mamam gəldi, işığı yandırdı. Yəni belə sumkanın üstündən işığı yandırdı. Bir an dedim, mən bayaqdan bu işığı yandırma niyə ağlıma gəlməyib mənim bu? İndi mən bir də başdan necə çəkim bunları? Hı? Necə çəkim? Məncə çəkməyim başdan, yəni belə də olsun. Nəysə, siz sanki işıqlı versiyada izləyirmiş kimi baxsanız çox sevinərəm. Davam edək. Mən bu sumkaya aşiq olmuş ola bilərəm. Bir də içini açıb baxmamışam heç. Necə sevindim, baxmaq yadımdan çıxdı. Çox qəşəngdir, çox qəşəngdir. Baxın, belə içində belə zamoklu yeri də var. Əgər istəsəniz, yorumlarda qeyd eləyərsiniz. Mən sizə bunun linkini göndərərəm. İndi keçək ikinci çantamıza. Belədir bu. Belə düyməlidir və burası da belə bir cibdir. Yəni öndə belə bir cib kimidir. Baxaq. Və boy olaraq da çox mükəmməldir. Yəni tam istədiyim boydadır. Çantaları yəni həqiqətən gözlədiyimə dəydi. Çox qəşəngdilər ikisi də. İndi bitdi bu. Vlogun sonuna gəldik. İnşallah izlərkən əylənmisiniz. Aşağıda fikirlərinizi bildirməyi, yorum hissəsində bildirməyi unutmayın. Abunə olmağı və videonu bəyəndinizsə bəyənməyi unutmayın. Sizi çox sevirəm. Növbəti vloglarda görüşənədək. Danışmayacağım, qoyuram partası.